Bir var idi, bir yox idi. Evində oyuncaqlarıyla oynamağı çox sevən balaca bir qız var idi. Onun adı Mia idi. Mia oyuncaqlarını çox sevirdi. Bir gün qapı döyüldü və dostu Ria gəldi. Salam, xoş gəlmisiniz. Nə yaxşı ki gəldiniz. Hoş gördük. Darıxmışdıq sizin için. Mia bax, məndə təyyarə var. Gəl birlikdə oynayaq. Əla, gəl oynayaq. Uşaqlar bir yerdə oynamağa başladılar və birdən Ria Mia'nın pingvin oyuncağını görüb Pingvin dedi. ilə oynaya bilərəm. Yox, bu mənim xüsusi oyuncağımdır. Mia oyuncağını mənimlə paylaşmır. Eybi yoxdur. Gəl birlikdə onunla danışaq. Qızım, istəsən paylaşarsan. İstəməsən başqa oyuncaq seçə bilərsən. Onlar birlikdə başqa oyuncaq seçib oynadılar. Mia başa düşdü ki, paylaşmaq hər şeyi vermək deyil, paylaşmaq seçim etməkdir. Və paylaşdıqca dostluq daha güclənir. Və beləcə evdə iki balaca qızın gülüşü eşidildi.